ço dekabr de rıvaru xayxua cəmiyyəti dəstəki. İdrət rıvarudid o qard başda toluş və yalqız ağac kitubun edaşdımon da vardı. Arzuman Muradlı, şair Ağacəfər Həsənli, Hacı Xan Əhməd, çı müəllifi Pa Hacı Ağababa, Hacı Nizam, Seyran Vəliyev, Rövşən Vəliyev, Füzuli Əliyev, Ramil Babayev, Habil Babayev, Hacı Əlikram, Nəriman Bağırlı, Səftər Dadacanov, İqbal Babazadə, Ramal Ağababazadə, Natiq Salayev, Ramil Babayevlər, Şirəli Əliyar, Rafiq Cəlilov, Aydın Rıza Baxşiyev, Qəbşəşünə. Tədbirədə Babullah Həsənli, Oşda Nıvışda Şeir Şhanda, Oşda Təbrikunuş Rusniya. Tədbirədə Dodu qəzeti sər redaktor İradə Məlikova, Qəbşəşi. Müəllif iş təbrikkarda. Müəllif İdrət Rıvarudi Sıxanıssajı və Umakasun təşəkkür qaşı. Oşda Nıvışda Şeirunadaş qirayət qaşı. Tədbir kitabın imza kardı bəssəbi. Bir daha məclisə təşrif verən bizim gözəl yazıçımız, şairimiz Ağacəfər müəllimə təşəkkürümü bildirirəm dəyərli sözlərinə görə və hər birinizə dəyərli sözlərinizə görə mən dərin minnətdarlığımı bildirirəm və valideynim Ağababa Babayevin burada, Ağababa müəllimin burada olmağı məni çox sevindirdi, qürurlandırdı və çox xoşbəxtəm ki, belə bir şərait mənim üçün yaradıldı və hamınız da xoş gəldin deyirəm. Bacımız Cəminə xanımı da çox sağ ol deyirəm ki, təşrif buyurur. Allah can sağlığı verir. Sağ olun. Var olun. Əziz olun. Dostlar, həqiqətən çox möhtəşəm. Hətta gözlədiyimizdən də yaxşı bir məclis alındı. Və belə bizim birliyimiz, bizim sərvətimiz. Əslində nə baş verir? Əslində bu dünya əbədidir, biz də fani olaraq gəlib keçirik. Və bu müddət, yaşadığımız qısa müddətdə onsuz da neynəsək də, nə yetsaq da, neynəsək də burada qalacaq. Çalışmaq lazımdır ki, hər birimiz özümüzdə nəysə varsa onu bölüşə bilək. Əsas budur. Yəni, həm biz bugün Lerkin İnşaatına Dəstək Qrupu çox böyük bir mütəvəqqətlə genişlənir və orada çox böyük uğurlar qazanırıq və Rıvarıda Dəstək İctimai Birliyi eyni zamanda. Yəni, bütün bunlar ona görə olur ki, kimsə daha ziyalıdırsa, o öz biliyindən pay versin, kiminsə pulu varsa çox, o pulundan pay versin və biz cəmiyyətdə bərabərliyi təmin edirik. Biz vətəndaş cəmiyyəti, əlbəttə dövlət işini görür, vətəndaş cəmiyyəti qarşısında məsələlər var. Yəni biz vətəndaş olaraq bizim borcumuz var. Və siz əgər bu Allah sizə verirsə bu biliyi, siz bunu bölüşməlisiniz. Ziyalı olaraq yol göstərməlisiniz. Və kiminsə maddi imkanları çoxdur, onlar da onu bölüşməyə bacarmalıdır. Yox, bu mənimdir. Bu bilik mənimdir, mənə veriblər. Yox, sənə verməyiblər. Sənə veriblər ki, sən onu paylaya biləsən. Sənə veriblər ki, sən onu cəmiyyət üçün istifadə edə biləsən. Yoxsa bu sərvət mənimdir, o sənin deyil. Sənə verib ki, sən onu verə biləsən o birilərlə. Öz qohumlarına, öz cəmiyyətinə, elvə oğla əl tutasan. Yəni, biz bu baxımdan məsələləri yanaşmalıyıq. Və bu baxımdan bizim əlbəttə ki, bugün söz adamları buradadır. Və Allah söz adamlarına biz həmişə maddi dəstək olmalıyıq. Burada iş adamları var, cəmiyyətin ziyalıları var və Lerkin İnşaatına Dəstək Qrupu da bu baxımdan yaranır. Biz lirik insanın inkişafı üçün çalışırıq. Və eyni zamanda Rıvarıda Dəstək İctimai, bütün kəndlərdə bizə açığı əlaqələr genişlənir. Demək olar ki, bütün kəndlərdə ictimai birliklər var. Bu və digər formada bəziləri zəif işləyir, bəziləri güclü işləyir. Və biz artıq onlarla çox belə demək olar ki, intensiv əlaqələr yaradırıq və çalışırıq ki, bir-birimizdən öyrənə bu məsələləri.
Yəni biz vətəndaş cəmiyyəti olaraq bunları eləməyə borcluyuq. Mən İdrət müəllimin bu tədbirində iştirak edib, eləməyənlər, ürəyi burada olanları hər birinə öz minnətdarlığımı bildirirəm. Yəni ki, bizim bir dəyərli oğlumuz, biz bunu əlbəttə ki, İdrət müəllim, Azər müəllim, İdrət müəllim biz təbrik eləməklə onun çiyninə çox böyük bir məsuliyyət qoyur. Yəni fikirləşməsin ki, biz gəldik burada danışdıq, işdik, getdik. Yəni biz səndən daha çox şey deyir, sənin artıq 50 yaşın var, hələ ilk kitablar da düzdür. Bundan sonra vaxt az, tez-tez kitablar yazmalısın və yaxşı kitablar yazmalısın. Həm kitablar olmalı, həm də keyfiyyətli kitablar olmalı. Və daha çox üzərində çalışmalısın və deyilən bütün bu tövsiyələri qəbul eləməlisin. Yəni bu sənin üzərində 2 qat məsuliyyət qoyur. Yəni bu tədbir sənin daha yaxşı işləmək üçün və mən bir də deyərdim ki, biz ədəbi tədbir olaraq biz cəmiyyət daxili birinci tədbirdə hazırlanırıq. Hazır biz bunu genişləndirməli, bizim dəyərli şairlərimiz var. Biz həm rivarlıqda, həm də lirik səviyyəsində bu məsələləri genişləndirməliyik və inanıram ki, belə də olacaq, belə də olacaq. Bir daha təşəkkür edirəm və inanıram ki, biz birimizə daha yaxın olduq və ən aşağısı, hətta biz bu məclisə elə belə baxsaq da, ən aşağısı burada biz Şirəli Əliyarla yaxından tanış olduq. Bu bizim artıq, yəni söhbət getmir ki, azı pul qoyasan cibinə. İnsanlar özü də dəyərlidir. Biz burada Rafiq Cəlilova yaxından tanışırsaq da biz uzun müddətli bu eşqlə yaşayırıq, ancaq biricə gördük. Sonra Zəminə xanımla yaxından tanış olduq. Aydın Baxşəliyevlə yaxından tanış olduq. Yəni ki, bunlar Füzuli müəllimlə yaxından tanış olduq və bunlar artıq bizim qazancımızdır. Artıq biz qazandıq. Yəni ki, bir qısa bir vaxt burada sərf elədik və hər birimiz belə bir qazanc sahibi olduq. Mən söz deyil. Təşəkkür edirəm. Mən bir daha üzr verəcəm söz. Təşəkkür edirəm. Üzr istəyirəm hamımızdan yenə vaxtımızı sərf elədik burada. Bir daha sizi təbrik edirəm. Sizə özün ömür, can sağlığı arzulayıram. Və bundan sonra məclisi biz o əsas hissəsi bitirdik və kimlər nə istəyir, elə sizləri deyə bilərim. Buyurun.